Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 16 noyabr 2025-ci il 10-cu siniflər üçün keçirilmiş OTK sınağından bütün sualların izahına baxırıq. Bu tipdə testlərin və toplu izahlarını görmək istəyirsinizsə, Teacher Vüsalənin kanalına abunə olmağı unutmayın. Əvvəlcə 56-cı testə baxırıq. Compounddan soruşur bizdən. A variantında feedback, windmill and networking. Bunlar hər biri compounddur. B variantında challenge, C variantında picture, D variantında imagination və Y variantında tribe sözləri compound deyil. Ona görə birinci testimizdə 56-da cavab olur A variantı. 57-ci testə baxırıq. Pronoun soruşur bizdən. Baxdıq, görürük ki, nə birinci, nə də ikinci nöqtələrdən sonra isim yoxdur. Demək ki, özündən sonra isim tələb edən pronounları çıxırıq. A variantında your, D variantında our, Y variantında my və B variantının ikinci tərəfindəki her özündən sonra 100% isim tələb edir deyə burada cavab olur C variantı. Demək ki, 57 cavab oldu. C tərcümədə isə deyilir. That big house is ours. Bu böyük ev bizimkidir. And the one next to it is theirs. Və onlarınki da o yanında olan da onlarınkidir. İndi isə 58-ə baxırıq. Fortunately, the earthquake damaged houses. Houses cəmdə olduğu üçün biz bunun qabağına nələr qoya bilmərik? Much qoyamarıq, çünki much cəm isimlərlə işlənmir. Elotdan sonra ümumiyyətlə isim gəlməz. Muchdan sonra yenə sayılmayan isim gəlməli idi. A və Y variantları arasında qalırıq. Hər zaman testlərdə də qeyd edirəm. Əgər cümlənizdə fortunately, luckily sözləri varsa, demək ki, bu cümlə pozitiv mənalı bir cümlədir. Unfortunately ya da unluckily sözləri varsa, demək ki, bunlar negativ cümlədir. Demək ki, xoşbəxtlikdən zəlzələ az evə zərər vurub, ona görə Y variantı mənaca uyğun gəlmir. Cavab olur A variantı. 59-cu testə baxırıq. Which word doesn't go with the others? Hansı söz digərləri ilə uyğun gəlmir? Baxırıq. A variantındakı fox heyvandır. B variantında whale balina heyvandır. C variantında seal lion heyvandır. Y variantı pigeon heyvandır. Lakin D variantındakı ladder sözü pilləkən deməkdir. Demək ki, bu yanlışdır. 59-cu testdə cavab olur D variantı. 60-cı testdə bizdən isim sırasını soruşur. İsim olmayan sözləri çıxsaq variantı artıq tapmış ola bilərik. A variantında ordinary sifətdir. B variantında courageous cəsarətli sifətdir. C variantında unnecessary vacib olmayan sifətdir. D variantında confidential. Bu da sifət. Y variantındakı relationship, library və ability. Relationship əlaqə, library kitabxana, ability isə bacarıq deməkdir. Ona görə cavab olur Y variantı. 61-ci testdə bizdən sifət soruşur və sifətin dərəcəsini tapmaq üçün göstəriciyə baxırıq. Have ever eaten. Bu bilirik üstünlük dərəcəsidir. Have ever ya da have ever been, have ever seen, have ever eaten üstünlük dərəcəsidir. Ona görə cavab olur D variantı. Çünki deyir ki, bu mənim yediyim ən yaxşı kekdir. 62-ci testdə bizdən definition soruşur. A strong feeling of wanting to have something or wishing for something to happen. Çox güclü bir hissdir, hansı ki bir şey istəyirsən ya da arzuluyursan ki bir şey baş versin. Bu desire, arzu deməkdir. A variantı strength, güc deməkdir. Memory, yaddaş, ability, qabiliyyət, friendship isə dostluq deməkdir. Demək ki, cavab oldu D variantı. İndi isə gəlin baxaq 63-cü testə. Article testidir və nöqtələrdən sonraya baxırıq. Birinci nöqtələrdən sonra gələn isim sayılan tək isimdir. Belə isimlər qətiyyən artiklesız buraxmaq olmaz. A və D variantları yanlışdır. İkinci tərəfdə verilən sözümüz sings cəmdədir. İkinci nöqtəyə EN artiklı qoymaq olmaz, çünki isimimiz cəmdədir. Ona görə C variantındakı və Y variantındakı ikinci tərəfin EN artiklı getdi. Cavab oldu B variantı və elə dünya sözünə də mütləq Z artiklı qoyulmalı idi. Guinness-in rekordlar kitabı dünyada qəribə şeylər, heyran edici şeylər haqqında xüsusi bir kitabdır. Cavab oldu B variantı. 64-cü testdə bizdən same meaning istəyir, yəni sinonim istəyir bizdən. Demək olar ki, A variantı huge və enormous. Bu doğrudur. Hər ikisi böyük, nəhəng deməkdir. B variantı surprising, təəccüblü, exhausted, tükənmiş. Bunlar sinonim deyil. Terrible, dəhşətli, pleasant, xoş sinonim deyil. Eyni məna deyil. Important və furious, bunlar eyni mənalı sözlər deyil. Important vacib, furious isə dəliqanlı. Bunlar eyni məna deyil. Tired, yorğun, amazing isə həyran edici deməkdir. Bunlar sinonim deyil. 65-ci testə baxırıq. Hurry up, tələs, we don't have, bizim yoxdur. Çox vaxtımız deyə bilərik. Ona görə cavab olur Y. Time sayılmır deyə few'ları, many'ləri çıxırıq. Elotdan sonra isə isim gəlməz. 66-cı testdə definition testidir. Motivate etmək, yəni həvəsləndirmək. Baxırıq hansı variantımız var. To make
Someone want to achieve a goal. Bir adamı bir şeye nail olmağa məcbur etmək, elə biraz C düz gəlir. 2-də disagree, razılaşmamaq, yəni eyni fikirdə olmamaq. To have different opinion from someone else. Başqa kimləsə müxtəlif fikirdə olmaq, yəni onunla razılaşmamaq. 2-yə B uyğun gəldi. 3-də isə improve, yaxşılaşdırmaq. To make something better, bir şeyi daha yaxşı etmək. Demək ki, C, B, A olan variantımız düzdür. C, B, A, B variantında var. Ona görə cavab olur B variantı. 67-ci testdə bizdən yəlik halsı deyir, yəni positive case istəyir. Baxırıq. Sportsman, bilirik ki, tərkibində mən olan sözlərə bitişik S yazmaq olmaz. 1 yanlışdır. Oxen noise, bu doğrudur. 2 doğrudur. Oxen kökündən dəyişəndə IRS olmalıydı. 3-cüdə familiya Z ilə yazılırsa o bitişik S olmalıydı. Ona görə 3 yanlışdır. 4-də to-dan sonra bitişik S olmalıydı. 4 doğrudur. 5-də isə few-dan sonra yenə bitişik S olmalıydı. Çünki few özündən sonra cəmsim istəyir. Bu da yanlışdır. Cavab oldu 2, 4, D variantı. İndi isə 68-ə baxaq. Bildiyimiz kimi bu agreement dərsidir. Agreement dərsindən xatırlayaq. Cümlənin mübtədası inkli feildirsə xəbər təkdə qoyulmalıydı. Is doğrudur. 1 doğrudur. 2-də reading a lot of books are very useful for children. Kitablar oxumaq uşaqlar üçün faydalıdır, düzdür. Faydalıdırlar demək olmaz. Ona görə A variantı yanlışdır. 3-cü testdə making sand sculpture is my hobby. Deyir ki, qumdan heykəllər düzəltmək mənim hobimdir. Nə hobimdir? Düzəltmək. Ona görə 1, 3 doğrudur. Bir daha qeyd edirəm. Cümlənin mübtədası inkli feildirsə xəbər təkdə qoyulmalıydı. 1, 3 hələ ki doğrudur. 4-ə baxırıq. Of var, ofdan əvvələ baxırıq. Loose cəmdədirsə xəbər was yox, ver olmalıydı. Ona görə 4 yanlışdır. İndi isə növbəti sualımıza baxaq. Növbəti sualımız mətnlərimizdir. Bilirik ki, üçlü mətnləri yazmaq üçün ən yaxşı yol hər bir mətnin tərcümə etmək və variantlardakı yanlışları çıxmaqdır. Tərcümədə deyir ki, Grand Hotel-ə xoş gəlmişsiniz. Səhər yeməyi saat 7 AM-dən 10 AM-ə qədər baş olur. Yəni səhər saat 7-dən saat 10-a qədər olur. Yemək otağında olur özdə. Və zəhmət olmasa check-out edin saat 12 PM-də. Orada saat 12-yə qədər qeydiyyatdan keçin. Əgər sizin dəsmala və ya sabuna ehtiyacınız varsa, zəhmət olmasa receptiona zəng edin. Kitab sevərlər burada balaca kitabxanamızda girişdəki kitabxanada kitab oxuya bilərlər. Kitabxanada həmçinin balaca bir kafe var, hansı ki after midnight, gecə yarısından sonra pulsuz kofe verir. İndi A variantına baxırıq. Pulsuz kofe təklif olunur səhər erkən. Bu yanlışdır. Səhər erkən yox, after midnight olmalıydı. B variantında deyir ki, balaca kafe yerləşir dining roomda. Xeyr, dining roomda yerləşmir, small library'də yerləşir. Yəni library'nin içində var demişdi. Library'nin özünün kafesi var demişdi. Ona görə B də yanlışdır. C variantında deyir ki, reception yalnız check-out etmək üçün cavab deyir. Xeyr, receptiona həmçinin dəsmal və sabuna ehtiyacımız olsa da zəng edə bilərdik demişdi. Ona görə C variantı yanlışdır. D variantında deyir ki, səhər yeməyi yemək otağında 1 saat olur. Xeyr, 1 saat olmur. 7-dən 10-a qədər 3 saat eləyir. Ona görə D variantı da yanlışdır. Y variantında isə deyir ki, sən otelin kitabxanasında kitab oxuya bilərsən. Demək ki, Y variantı ən doğru cavabdır. İndi isə 70-ci testə baxaq. 70-ci testdə deyir, əziz qonaqlar, kino saat 6-da, 6 PM-də, yəni axşam saat 6-da 6-cı gün olacaq və siz mütləq onlayn bilet ala bilərsiniz. Zəhmət olmasa film başlamazdan əvvəl turn off, yəni telefonunuzu söndürün. 14 yaşın altında uşaqlara giriş not allowed qadağandır, yəni onlara giriş icazəsi yoxdur. A variantında deyir ki, bu film həftə sonu göstəriləcək. Bu doğrudur. Saturday 6-cı gün həftə sonu sayılır. Ona görə A variantı doğrudur. B variantında deyir ki, sənin biletə ehtiyacın yoxdur, amma burada demişdi ki, onlayn bilet al. Ona görə bu yanlışdır. C variantında deyir ki, it is not necessary. Lazım deyil, vacib deyil telefonunu söndür, amma burada demişdi ki, zəhmət olmasa telefonunu söndür. D variantında deyir ki, bilet kino yalnız uşaqlar üçündür. Əksinə uşaqlar üçün deyil, böyüklər üçündür. Y variantında isə deyir kino saat 6 AM-də başlayır, səhər saat 6-da başlayır. Xeyr, burada PM yazmışdı, yəni axşam saat 6-da başlayır. Ona görə də Y variantı yanlışdır. Cavab olur A variantı. İndi isə 71-ci testə baxaq. 71-də deyir ki, the school trip, əziz şagirdlər, məktəb səyahəti başlayır, next Monday-də keçiriləcək. Not food will be served, heç bir yemək servis edilməyəcək. Zəhmət olmasa özünüzdə bir butulka su və qəlyanaltı gətirin. Avtobus saat 7-də, səhər saat 7-də yola çıxacaq, yəni tərk edəcək. Növbəti dayanacaq will be 2 saat sonra növbəti dayanacaq olacaq. Əgər sən iştirak etməyəcəksənsə, zəhmət
zəhmət olmazsa öz müdirinə məlumat ver ən az 1 saat əvvəl. A variantına deyir ki, şagirdlər hansı ki iştirak edə bilmirlər, will get an extra trip, onlara ekstra bir səfər olacaq. Xeyr, belə bir məlumat verilməmişdir. B variantına deyir ki, avtobus 1 saat yarımdan sonra dayanacaq. Xeyr, burada yazılmış ki, avtobusun növbəti dayanacağı 2 saat sonradır. C variantına deyir ki, avtobus saat 7-də, axşam saat 7-də yox, səhər saat 7-də yazmışdı. Ona görə C variantı da yanlışdır. D variantında uşaqlar gətirə bilərlər özlərinə yemək. Bu doğrudur. Y variantında isə deyir ki, iştirakçılara yemək təklif olunacaq. Xeyr, burada demişdir ki, yemək servis edilməyəcək. Demək ki, burada D variantı doğrudur. İndi isə gəlin böyük mətnimizin tərcüməsinə baxaq. İndi isə gəlin böyük mətnimizin tərcüməsinə baxaq. Mətnimiz dünyanın ən yaşlı yaşayan bir qorillası haqqındadır və bu qorillanın adı Fatodur. O Almaniyada Berlin zooparkında yaşayır. O 1957-ci ildə doğulub və ona görə də onun 70-ə yaxın yaşı var. O Western ovalığında yaşayan bir qorilladır və o qorillalara görə ekstremli yaşlıdır. Yəni maksimum yaşlıdır. Çünki qorillalar əsasən 40-50 il yaşayırlar zooparklarda və hətta vəhşi təbiətdə onlar daha az yaşaya bilirlər. Fato gəlib 1959-cu ildə Berlinə gəlib, o gətirilib bir üzgüçü tərəfindən Afrikadan Fransaya. Sonra bir qadın onu heyvan ticarəti ilə məşğul olan qadın həmin qorillanı alır və onu Berlin zooparkına gətirir. Ondan sonra o orada yaşayır və zooparkda onu çox yaxşı qayğısına qalırlar. O orada meyvə yeyir, tərəvəz yeyir, xüsusi qidalar yeyir və o receives, o bütün tibbi qayğı ilə tibbi qayğı alır ki, sağlam qalsın və onun ən sevimli aktivitəsi ağaclara dırmaşmaqdır. Yaşına baxmayaraq Fato hələ də yaşamaqdan həzz alır, o çoxlu dincəlir, çox asta hərəkət edir və digər qorillaları izləməyi sevir. Əksər insanlar ora sadəcə onu görməyə gəlirlər və o güclüdür və heyran edici bir qorilladır və bu göstərir ki, heyvanlara qayğı göstərmək vacibdir. Yəni onların qayğısına qalmaq, onlara qorumağa kömək etmək vacibdir. Bu qorillaların bu növü artıq nəsli kəsilməkdədir. Bu deməkdir ki, çox az sayı qalıb. Bu növün çox az sayı qalıbdır dünyada. Ona görə də yerli insanlar, çünki onları yerli insanlar ovlayıblar. İndi gəlin 72-ci testə baxaq. Mətnimiz haqqında ümumi bir məlumatımız oldu. Burada dedi ki, Fato was presented to Berlin Zoo by gətirilib Berlin zooparkına sailors from France. Fransadan bir üzgüçü tərəfindən burada yazılıb ki, by people looking after animals, insan tərəfindən hansı ki, insanlar tərəfindən gətirilib, hansı ki, heyvanların qayğısına qalır. C variantında deyir ki, heyvan protektorları tərəfindən gətirilib. D variantında deyir ki, bir qadın tərəfindən gətirilib, hansı ki, heyvan alır. Y variantında isə ziyarətçilər tərəfindən gətirilib. Gəlin sırf biz onun zooparka kimin tərəfindən gətirildiyinə baxaq. O zooparkda yaşayırdı. Afrikadan Fransaya bir üzgüçü tərəfindən gətirilib. Lakin Berlin zooparkına artıq onu bir qadın gətirmişdi. Hansı ki, o qadın heyvan satışı ilə məşğul idi. Demək ki, bu testdə cavab olur D variantı. Çünki sırf Berlin zooparkına o bir qadın tərəfindən gətirilmişdi. 73-cü testə baxırıq. 73-cü testdə soruşur bizdən Fatonun sevimli aktivitəsi nədir gün ərzində? Demiş ki, ağaclara dırmaşmaq. Ona görə burada elə B variantı doğrudur. A variantında deyir ki, tibbi qayğı almaq. C variantında deyir ki, tərəvəz yemək. D variantında deyir ki, güclü qalmaq. Y variantında insanları izləmək. Düzdür, burada o tərəvəz yediyi deyilirdi, amma onun günlük aktivitəsi, sevimli aktivitəsi nə idisə biz onu seçməliyik. O da baxın bu cümlədə verilib ağaclara dırmanmaq. İndi isə gəlin baxaq 74-cü testdə mətn ümumilikdə nə haqqındaydı? Berlin zooparkı haqqında deyildi, heyvanları qoruma yolları haqqında deyildi, Afrikada yaşayan qorillalar haqqında deyildi, çünki bu bir qorilladan danışırdı. D variantında dünyanın ən yaşlı qorillası, bu doğrudur. D variantı. Y variantında isə deyir ki, Afrikalı üzgüçülər haqqındaydı. Demək ki, cavab oldu burada D variantı. İndi isə gəlin 75-ci testə baxaq. Mətn nə haqqındadır? There are too many gorillas of sea species in the world. Dünyada bu tipdə çoxlu qorilla var, amma bu demiş ki, bu növün çox az sayda qalıb. Ona görə A variantı yanlışdır. Burada isə bizdən turu soruşurdu. B variantında deyir ki, o xoşlamır zooparkdakı həyatını, amma burada demişdik ki, o hələ də yaşamaqdan həzz alır. Demək ki, B də yanlışdır. C variantında deyir ki, it is important to take care of animals. Vacibdir heyvanların qayğısına qalmaq. Bunu demişdi. Baxın bu cümlədə deyir ki, bu göstərir ki, how important it's to care for animals. Heyvanların qayğısına qalmaq necə vacibdir. D variantında deyir ki, üzgüçü presented Fato, Fatonu deyir, hədiyyə edən üzgüçü
zooparka verdi onu. Xeyr, onu üzgüçü verməmişdi. Onu bir qadın hədiyyə etmişdi. Əvvəlki cümlədə də biz həmin hissəni oxumuşduq. Baxın, həmin qadın onu vermişdi Berlin zooparkına. Ona görə D variantı yanlışdır. Y variantında isə deyir ki, güclü heyvanların qayğıya qorunmağa ehtiyacı yoxdur. Xeyr, bu yanlışdır. Demək ki, 75-ci testdə cavab oldu C variantı. İndi isə 76-ya baxaq. Burada bizdən false-u soruşur. Diqqətli olmalıyıq bu tipdə testlərdə. Baxmayaraq ki, o yaşlıdır, amma zəif deyil. Bu doğrudur deyə bunu çıxırıq, çünki bizdən səhvi soruşur. Eyni ilə də burada demişdi ki, o hələ də güclüydür və baxın, Fato is a strong and amazing gorilla. Bu cümlə deyilmişdi, ona görə bunu çıxırıq, bizdən səhvi soruşur. 2-də deyir ki, very few visitors come to see Fato in the zoo. Çox az ziyarətçi gəlir. Xeyr, burada demişdi ki, hətta many people gəlirlər sırf onu görməyə. Yəni çox adamlar onu gəlirlər görməyə. Ona görə 2 yanlışdır, bunu saxlayırıq. 3də deyir ki, o yaşayır Berlin zooparkında doğulandan bəri. Xeyr, o doğulmuşdu 1957-ci ildə və 1959-cu ildə gəlmişdi Berlinə. Ona görə də bu test yanlışdır. Həmin testi də 3-ü də seçirik. 3 yanlışdır. 4-cü testdə isə deyir ki, dünyanın ən yaşlı gorillası 1950-ci illərdə doğulub. 57-ci illər elə 50-ci illər hesab olunduğu üçün bu da doğrudur, bunu çıxırıq. Bizdən yanlış soruşduğu üçün bu testdə cavab olur 2 və 3-cü cavab. İndi isə dinləmənin cavablarına baxaq. İndi isə gəlin dinləmə mətni ilə tanış olaq. Dinləmə mətnini mətn şəklində bura yerləşdirmişəm ki, həm mətnlə tanış olasınız, həm də cavabların düzgünlüyündən əmin olasınız. Demək ki, burada mətnimiz göy qurşağı haqqındadır. Göy qurşağı gözəl optik bir təbiət hadisəsidir. O adətən səhərlər qərb səmasından, axşamlar isə şərq səmasında peyda olur. Göy qurşağı yarım dairəyə oxşayır, lakin yarım dairə şəklindədir, lakin onu bir şəkildə çəkmək, yəni bütöv bir yarım dairəni bir şəkildə çəkmək çətindir. Göy qurşağı adətən 7 rəngdən ibarət olur. Bu nüanslara diqqət edin. Qırmızı, çəhrayı, yaşıl, sarı, yaşıl, mavi və indigo və bənövşəyi rənglər. Indigo rəngi zəngin bir rəngdir. Blue ilə violetin qarışığı. Rənglər such as pink və grey və brown rəngləri göy qurşağında olmur, çünki onlar saf rənglər deyillər. Çünki onlar digər rənglərin qarışığından yaranırlar. Göy qurşağının rəngləri hər zaman eyni sırayla olur və 12 növ single rainbow növ, yəni 12 növ, sadəcə göy qurşaqlarının 12 növü var və onların rəngləri fərqlidirlər və hər stripesda, yəni hər zolaqda parlaqlıqları fərqlidir. Onlar adətən yağışdan sonra çıxırlar. Göy qurşağı mövcud ola bilmir yağışsız və günəş işığı olmadan. Məşhur alim Isaac Newton ilk dəfə göy qurşağını izah edib. Onun eksperimenti sübut etdi ki, yəni ilk dəfə o sübut edib ki, white rəng, yəni ağ rəng bütün göy qurşağının bütün rənglərində olur. Bu gün göy qurşağı və göy qurşağı bayrağı pozitivliyin və qürurun rəmzidir. Mətnimizlə tanış olduq. İndi isə gəlin birlikdə baxaq suallarımıza. Birinci, 77-ci sualda bizdən soruşur ki, mətn ümumiyyətlə nə haqqındadır? A variantı emojilərin ixtirası bu deyil. B variantı göy qurşağı haqqında konkret əsas faktlar. Bu doğrudur. Rənglərini dedi, nə vaxt çıxacağını dedi, harda çıxdığını dedi. Demək ki, B variantı doğrudur. C variantında şəkil çəkməyin yolu, D variantında dairənin formaları, Y variantı isə rənglərin vacibliyi. Demək ki, cavab olur B variantı. İndi isə 78-ci testə baxaq. Burada bizdən soruşur ki, Newton eksperimenti nəyi sübut etdi? Baxaq, burada yazılmışdı. Newton eksperimenti sübut etdi ki, bütün göy qurşaqlarında, ümumiyyətlə göy qurşağının bütün rənglərində ağ rəng var. Demək ki, burada cavab olur D variantı. A variantı deyir ki, o sübut edib ki, 17 rəng var. B variantında deyir ki, o sübut etdi ki, yağışsız və günəş işığı olmadan çıxır. C variantında deyir ki, göy qurşağı yarım dairə formasındadır. Düzdür, bu cümləni dedi, amma bunu Newton sübut etməmişdi. Y variantında isə dedi ki, göy qurşağında pink, grey, brown rənglər var. Ümumiyyətlə, bu rənglər tamamilə yox idi. Və 79-cu testə baxaq. 79-da bizdən soruşur ki, pink rəng və brown rəngləri göy qurşağında görünür. Demək ki, A variantı yanlışdır. Əksinə, bu rənglər tamamilə görünməmişdir. B variantı deyir ki, 2 növü var. Xeyr, 12 növü var demişdir. C variantında göy qurşağındakı rənglər hər zaman eyni sırayla peyda olur. Bu variant tamamilə doğrudur. Y variantında, D variantında deyir ki, ilk göy qurşağını o kəşf etmişdi. Xeyr, o göy qurşağını görüb, ondan sonra onu eksperiment etmişdi və tapmışdı ki, ağ rəng hamısında var. Və Y variantında isə deyir ki, göy qurşağı günəş işığı olmadan çıxa bilər. Demək ki, cavab oldu C variantı. İndi isə 80-ə baxaq. 80-də deyir ki, rainbow, yəni göy qurşağı və göy qurşağı bayrağı pozitivliyi və pride təmsil eləyir. Bu variant doğrudur.
Demək ki, B variantında biri True'yi yazırıq. İkincidə Rainbow əsasən 5 rəngdən ibarət olur. Xeyr, 5 rəng deməmişdi. Burada bizə rənglərin sayını deyəndə 7 colors demişdi. Buna diqqət edin. Ona görə 5 yox, 7 olmalıydı. 3-də isə demək ki, 2-ni false yazırıq. Daha doğrusu 2-ni false yazdıq. 3-də isə deyir ki, it is not difficult. Çətin deyil şəkili çəkmək. Xeyr, əksinə çətin idi. Baxın, eyni cümləni sizin üçün burada da göstərirəm ki, demiş ki, it is difficult to take photo. Bütöv bir fotosunu çəkmək çətindir. Demək ki, 3-də false-dur. 4-də isə deyir ki, indigo rəngi, blue və violet rəngin qarışığıdır. Baxın, eyni cümləni də mətndə vermişdir. Gəlin baxaq. Indigo is a rich color between blue and violet. Demək ki, 4-cü cümləmizdə truedur. True olanlar 1 və 4, false olanlar isə 2 və 3-dür. Bununla da 16 noyabr və OTK sınağının 10-cu siniflərin izahını bitirdik. Növbəti videolarda görüşərik. Kanalımıza abunə olmağı, digər videolardan xəbərdar olmağı unutmayın.